məhbubu mənim vətənimdir, vətənimdir, vətənim. İnsanlar hansısa istəklərini, hansısa duyğularını heykəlləşdirməyə həmişə mail olublar. Dünyanın hər yerində və bütün zamanlarda. Azərbaycanın dörd bucağında, düzlərdə, yamaçlarda, dağlarda qədimi daş heykəllər var. Hansınınsa yaşı 1000 ildir, hansınınsa yaşı 1500 il, hansınınsa yaşı 2000 il. O heykəllərdən birinin yaşı 2000 ildən də çox idi. Ağdamın Boyəhmədli kəndində 70-80-ci illərdə şəkli də çəkilmişdi. Əllərini göyə açmış bir daş insan heykəli. O heykəlin sonraki talihi necə oldu, xəbərim yoxdur. Müharibədən salamat çıxdı mı, çıxmadı mı? Ancaq nə yaxşı ki, hələ 1970-80-ci illərdə o daş heykəlin fotosu da çəkilmişdi, lentə də alınmışdı. Əllərini göyə açmış bir insan. İnsan pərverdigarı da həmişə göylərdə arayır. Yerdə gerçəkləşməyən arzularına, can atmalarına da nicatı səmalarda, o dipsiz dərinliklərdə arayır. Göy, səma nəhayətsizlikdir. Azərbaycanın hələ ki bizə bəlli olan ən qədim abidəsinin, Ağdamın Boyəhmədli kəndində olmuş, 2200 yaşlı, əllərini göylərə açmış o insan heykəlinin içərisində əlbəttə ki bir rəmz var. Sonu bitəcəyi bilinməyən göylər kimi sözün də nəhayəti yoxdur. Sözün özü də bir ayrı səmadır. Ona görə də ən əski zamanlardan insanlar sözün özünə də bir heykəl kimi baxıblar. Bunu da söz olaraq demirəm, sübutu, dəlili var. Daşdan keçən bir sənət, daş sənət. 732-ci ilin yadigarı. Orxon Yenisey daş kitabələrindən birinin üstündə bu sözlər həkk edilib. Əbədi abidə yapdım, yazı yazdım. Babalarımız yazının özünə də bir heykəl kimi baxıblar. Və heykəllərdə də, sözlərdə də elə o səma kimi bir sonsuzluq var. Səma niyə görə sonsuzdur? Çünki ora sən nə qədər baxsan, o dərinliyin içərisində həmişə yeni nələrsə kəşf etmək imkanın var. Sözdür, sanki oxudun, qurtardı, kitabdır, əvvəli var, sonu var. Başdan axıracan bir kitabı vərəqlədin, zahirən hər şey sənə bəlli oldu. Ancaq zaman keçəcək, həmin kitaba bir də qaydacaqsan, həmin sözün təkinə bir də inəcəksən, büsbütün başqa gözəllikləri görəcəksən. Həmin o səma kimi, həmin o dibi, sonu görünməyən göylər kimi kitabın da içərisində, sözün də dərinliklərində ayrı mənalar tapacaqsan. Və odur ki, özündə əbədiyyət yaşadan sözə insanlar həmişə abidələr qoymağa mail olublar. Sözdən heykəllər yaradanlar şairlərdir, ədiblərdir. Əslində hər böyük ədib özünə abidəni düşüncəsi ilə, duyğuları ilə, qələmi ilə yaradır. Ancaq minnətdar insanlar da onlara abidələr yapıblar. Həm də bu dünyanın köhnə söhbətlərindəndir. Hər xalq istəyib ki, ona ölməz söz abidələri yaratmışların öz abidələri də onların gözünün qarşısında olsun. Azərbaycanda bu yol 100 ildən biraz əvvəl başlanıb. Ancaq bir əsrdən biraz çox olan bu zaman içərisində əsrlər və minillərcə yaşayacaq çox böyük söz yaradıcılarımızın abidələri insanlığa yadigar qoyulub.
Onların yaratdıkları söz mücəssəmələri də həmişə yaşayacaq. Özlərinin heykəlləşmiş surətləri duyğularımızda, düşüncələrimizdə həmişə var olacaq. Amma Azərbaycan heykəltaraşlarının yaratdıkları o böyük ədiblərin abidələri də həmişə gözlərimiz qarşısında vüqarla ucalacaq. Mərifət yoluyla çox gəlib getdim. Elmdə ən uca zirviyə getdim. Oxudum, öyrəndim həyatım boyu. Heç nə bilmirəmmiş, sonda dərk etdim. Bu misraları 13-cü yüzildə Xacə Nəsirəddin Tusi qələm alıb. Xacə Nəsirəddin Tusi ensiklopedik zəkalı böyük bir alim idi. Riyaziyyatdan, astronomiyadan tutmuş, elmin ən müxtəlif sahələrinə aid çox qiymətli risalələrin müəllifidir. O risalələrin sırasında ədəbiyyatşünaslıq əsərləri də var. Şeirin qaydaları, qanunları haqqında Meyyarul Əş'ar yazıb. Klassik poetikanın bəyan, məani kimi çox dərin sahələrini əhatə eləyən Əsasül İqtibas kimi mükəmməl risaləsi də var. Ancaq bunlardan əlavə sıra-sıra şeirlər də yadigar qalıb ondan. Yəni, Xacə Nəsirəddin Tusi böyük ensiklopedik zəkalı bir alim olmaqla yanaşı, həm də şair idi, həm də şeirşünas idi. Ona görə də Xacə Nəsirəddin Tusi Nizami Muzeyində digər böyük şairlərimizin yanında gərək mütləq ola. Ancaq yox idi. 2000-ci illərin əvvəllərində biz Nizami Muzeyini yenidən qururkən burada Xacə Nəsirəddin Tusiyə də ayrıca bir otaq ayırdıq. Ancaq onun heykəli yox idi. Mən çox istəyirəm ki, bu heykəllərin hamısı Nizami Muzeyində olsun. Bizim klassiklərimizin hər birinin surətini biz görək, heykəl surətini də görək. Rəsm əsərləri var olmayanları da sifariş etmişik, çəkilib. Mən istəyirəm ki, klassiklərimizin, bu milləti millət etmiş böyük şəxsiyyətlərin hər birinin heykəlləri, abidələri Azərbaycanın müxtəlif güşələrində ilk növbədə isə Bakıda olsun. Ən əvvəl insanlarımız görsünlər, necə babaları, necə uluları olmasıyla qürur duysunlar. Amma digər tərəfdən də əcnəblər, bura qonaq gələnlər görsünlər. Görsünlər və anlasınlar ki, ötən əsrlərin içərisində Azərbaycan nələr yaradıb, Azərbaycanın hansı zəkaları olub, Azərbaycan düşüncə üfüqlərində hansı ucalıqları fəth edib. Xacə Nəsirəddin Tusinin dediyim kimi abidəsi burada yoxdur. Unudulmaz heykəltaraşımız və mənim yaxın dostum Akif Əskərova sifariş vermişdilər Nəsirəddin Tusinin abidəsini. Eskizlər hazırlanmışdı, abidəni də düzəldirdi, ancaq sonraki taleyi necə oldu bilmədim. Ancaq eskizləri görmüşdüm. Ona görə də Akif müəllimdən xahiş elədim ki, bir balaca da olsa o Nəsirəddin Tusi abidəsini muzey üçün düzəltsin. Akif Əskərov da istənilən heykəltaraşlıq əsərini yaradanda xüsusən tarixi şəxsiyyətlərlə bağlı surətləri işləyərkən çox arayırdı, axtarırdı, mənbələri öyrənirdi. İstəyirdi ki, o şəxsiyyət hərtərəfli şəkildə bu abidədə əks olunsun. Geci tezi var, inanıram ki, bu abidədə şəhərimizin hansısa küçəsini bəzəyəcək. Nəsirəddin Tusinin bütün müdrikliyi burada əks olunub. Ancaq bir tərəfdə də ay var. Bu ay yalnız ona işarə deyil ki, Nəsirəddin Tusi nücum araşdırmaları ilə məşğul idi. Marağada 13-cü yüzildə böyük bir rəsədxana düzəltmişdi. Onun yanında elm mərkəzi yaratmışdı və burada çalışanlar yalnız Azərbaycanlılar deyildi. O çağ ki, mədəni dünyanın dörd bucağından alimlər dəvət olunmuşdu. Çindən, Hindistandan, Orta Asiyadan o çağın bütün böyük alimləri dəvət olunmuşdular. Burada çalışırdılar. İkinci minillik arxada qalıb, üçüncü minillik başlanıb. Xacə Nəsirəddin Tusi isə yenə diridir, yenə bizimlə birgədir. Ancaq yalnız yerdə, bu torpağın üstündə bizimlə birgə deyil, həm də göydədir. Bugün aydakı kraterlərdən biri Xacə Nəsirəddin Tusinin adını daşıyır. Ona görə də unudulmaz heykəltaraşımız Akif Əskərovun yaratdığı bu əsərdə Xacə Nəsirəddinin surəti ilə yanaşı ay da var. İmadəddin Nəsimi özünü bir günəşə bənzər tuturdu. Bir günəşdir ki, Nəsimi kim anın, neçələr zərrəsinə möhtacdır. Nəsimi 1369-cu ildə dünyaya gəlmişdi, 1417-ci ildə şəhidlik zirvəsinə ucaldı. Və 1969-cu ildə onun anadan olmasının 600 illiyi tamam olurdu.
Şairin yuvarlaq il dönümünü təntənə ilə keçirməkdən ötürü tədbirlər görülürdü. Azərbaycan bəstəkarları Nəsiminin şeirlərinə musiqilər bəstələyirdilər. Ayrı-ayrı rəssamlarımız həm Nəsiminin öz surətini yaradırdılar, həm də əsərlərinə illüstrasiyalar çəkirdilər. O dövrdə bu sanki bir ənənəyə çevrilmişdi. Yubileylər bir neçə il geciktirilərək keçirilirdi və Nəsiminin də yubileyi nəzərdə tutulduğu kimi 1969-cu ildə yox, bir neçə il sonra keçirildi. Bunun müəyyən mənada həm də müsbət cəhəti ondan ibarət oldu ki, Nəsimi ilə əlaqədar daha çox iş görmək üçün vaxt meydanı yarandı. O dövrdə Nəsiminin abidəsinin hazırlanması üzərində də iş gedirdi. 70-ci illərin əvvəllərində mən tələbə idim, Azərbaycan Dövlət Universitetində təhsil alırdım. Ancaq o zamanlar Bakı Axşam qəzetində də məqalələr yazırdım. Günlərin birində məni göndərmişdilər heykəltaraş İbrahim Zeynalovun emalatxanasına. Nəsiminin o möhtəşəm heykəli ki, siz indi onu Bakı şəhərində hər gün görürsünüz. Mən onu ilk dəfə 1970-ci illərin əvvəllərində, hələ onun o meydanda ucaldılmasından bir neçə il qabaq İbrahim Zeynalovun emalatxanasında görmüşdüm. İbrahim Zeynalovla bizim böyük heykəltaraşımız Tokay Məmmədov həmin əsəri işləyirdilər. İndi Nəsiminin yalnız Bakıdakı o məşhur heykəli yox, Şamaxıda da çox gözəl bir abidəsi var. Ancaq bunların hamısından daha əvvəl yaranan Nəsimi budur. Bu əsəri də Münəvvər Rzayeva yaratmışdı. Ağaçdan yonulub və bu çöhrədə Nəsiminin şeirlərindən, haqqındakı rəvayətlərdən bildiyimiz məğrurluğu bariz şəkildə görünməkdədir. Bakıdakı ilk Füzuli heykəli 1940-cı illərin əvvəllərində yaranıb və burada doğulub, Nizami Muzeyində. İlk Füzuli heykəlini yaradan Fuad Əbdürrəhmanovdur. O heykəl ki, indi muzeyin eyvanında Nizami ilə üzbəyüzdür. Universiteti bitirdikdən sonra mənim təyinatımı Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna vermişdilər. Orada Fuad Əbdürrəhmanovun həyat yoldaşı Şükufə xanım Mirzəyevə ilə birgə işləyirdik. Şükufə xanım tanınmış filosof idi, Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdürü idi. O vaxtlar Fuad Əbdürrəhmanovla bağlı hazırladığım bir verilişlə əlaqədar Şükufə xanımla çoxlu söhbətlərimiz olmuşdu və o söhbətlərin içərisində Füzuli heykəli ilə bağlı təfərrüatlar da keçmişdi. Həmin heykəl həqiqətən bu zallarda yaranıb. 1940-cı illərin əvvəlləri idi, hələ muzeyin ekspozisiyası qurulmamışdı və Fuad Əbdürrəhmanov, bizim digər məşhur heykəltaraşlar, rəssamlar elə bu zallardaca işlərini görürdülər. Şükufə xanım söyləyirdi ki, Fuad o vaxt xeyli cavanımış və özü danışırmış ki, Füzulinin obrazını nə qədər axtarırdımsa da ürəyimə yatan surəti tapa bilmirdim. Günlərin birində elə buradaca gələcək Nizami Muzeyində özü üçün yaradıcılıq emalatxanasına çevirdiyi zallardan birində ağır, gərgin işdən sonra mürgüləyirmiş. Son həftələrin, günlərin içərisində Füzuli onu o qədər düşündürübmüş ki, yuxusunda görür. Yəni Füzulinin Bakıdakı ilk heykəlinin, Nizami Muzeyinin eyvanındakı həmin abidənin surətini Fuad Əbdürrəhmanov yuxuda tapıb. Bu Füzulinin ilk abidəsi idi. Ardınca isə Ömər Eldarovla Tokay Məmmədov dahi şairin çox möhtəşəm bir abidəsini də yaratdılar. Ancaq Füzulinin elə 1950-ci illərdə yaranmış bu abidəsi də var. O dövrdə artıq Azərbaycanın kifayət qədər tanınmış heykəltaraşları vardı. Bu heykəl isə bir tələbə yaradıb. Onun diplom işidir bu. Elcan Şamilov sonralar Azərbaycanın tanınmış heykəltaraşlarından birinə çevriləcək. Tələbənin Elcan Şamilovun diplom işi münsiflər isə o çağın məşhur Azərbaycan heykəltaraşları idi. O qədər xoşuna gəlir ki, qərarı alırlar ki, həmin heykəli Nizami Muzeyinə hədiyyə eləsinlər. Və beləliklə bir tələbənin həyatında xariqüladə olan hadisə baş verir. Onun əsəri ölkənin aparıcı muzeyində yerini tapır. O çağlardan 70 ildən də artıq bir zaman keçir. Füzulinin xeyli başqa heykəlləri düzəlib. Burada, Bakıda, Azərbaycanın müxtəlif rayonlarında. Ancaq düşünürəm ki, zamanında bir tələbənin, gələcəyin tanınmış heykəltaraşı Elcan Şamilovun yaratdığı bu abidədə
bütün Füzuli heykəlləri içərisində Füzuliyə, onun daxili dünyasına yaxınlığı nöqteyi nəzərindən həmişə ən sevimlilərindən biri kimi diqqətləri çəkəcək. Molla Pənah Vaqif şair idi, qələmlə işləyirdi və bir-birindən gözəl şeirlər yaradırdı. Ancaq o istedad, o ilham, o fikir uçuşları ki Vaqifdə vardı, əlində qələm yox, fırça olsaydı çox gözəl bir rəssama çevrilərdi. Əlində tişə olsaydı o şeirlərin hər birinin əvəzində heykəllər yaradardı. Boyun sürahidir, bədənin büllur, gərdənin çəkilmiş minadan pəri. Sən ha bir sonasan, cüda düşübsən, bir bölük yaşılbaş sonadan pəri. Qələmlə yazıb, şeirdi. Ancaq o misralara bir rəssam gözü ilə baxın, tablonu görəcəksiniz. O misraları bir heykəltaraş nəzəri ilə seyr edin. O gözəlin abidəsi canlanacaq nəzərlərinizdə. Və sözdən heykəllər yapmağı bacaran Vaqifin ilk abidəsi budur. Nizami Muzeyində yaranıb. 1956-cı ildə ilk dəfə insanlara görünüb. Ancaq çoxları elə zənn edir ki, Vaqifin birinci abidəsi 1957-ci ildə yaranan və Şuşada qoyulan abidədir. 1797-ci ildə Molla Pənah Vaqifin həyatının son nöqtəsi Şuşada, Cıdır düzündə qoyulmuşdu. Amma həyatının bəxtiyar günlərində də Cıdır düzü onun ən sevdiyi bir məkan idi, seyrangahı idi. Ona görə də qərar alınmışdı ki, 1957-ci ildə heykəltaraş Həyat Abdullayevanın yaratdığı Molla Pənah Vaqif büstünü Cıdır düzündə yerləşdirsinlər. O yerdəki Vaqifin həyatının ən gözəl günləri keçmişdi, həm də həyatının son nöqtəsi qoyulmuşdu. 1957-ci ildən etibarən o büst illərcə insanların gözü qarşısındaydı. Sonralar 1982-ci ildə Vaqif məqbərəsi ucaldılırkən o büst həmin məqbəriyə doğru çəkildi. Vaqifin şəxsiyyətindəki məğrurluğu da, şeirlərində əks olunan ruh incəliyini də bu abidə ən yaxşı göstərəndir. Onu Qorxmaz Sücəddinovla Albert Mustafayev yaradıblar. Bu abidənin yaranmasının tarixi 1956-cı ildir. Hərçənd Vaqifin ən birinci abidəsi də elə Nizami Muzeyində yaranıb. 1940-cı illərin başlanğıcında Nizami Muzeyi qurulurkən həmin o eyvandakı abidələrdən biri də Vaqifin heykəli idi. Ancaq onu insanlar uzaqdan görürlər. Bu surət isə daha məhrəmdir. Nizami Muzeyinin yaddaş kitablarında müxtəlif 10 illərdə buradan gəlib keçmiş çoxlu tamaşaçıların təəssüratları qalır. Onların arasında Azərbaycanlılar da var, ən müxtəlif ölkələrdən gələnlər də var. O yazılardan biri çox unudulmazdı. Həmin sətirləri bir Azərbaycanlı yazmayıb. Bir Avropa ölkəsindən gəlmiş tamaşaçının düşüncəsidir. Həmin bu Vaqif abidəsinin qarşısında dayanıb. O çağacan Vaqifin şeirlərini də oxumayıbmış. Vaqif haqqında nə bilirdisə, həmin anlarda bələdçinin ona söylədikləri idi, bir də gözü ilə bu abidiyə baxaraq düşündükləri. Və içərisindən keçənləri sonra muzeyin o yaddaş kitabında bir neçə cümlə ilə ifadə edib. Deyir, bu abidənin mən qarşısında donub qaldım. O heykəl mənimlə danışmağa başladı və qət elədim ki, vətənimə qayıdandan sonra bu şair haqqında məlumatları axtarım, toplayım, onu daha yaxından tanıyım və şeirləri tərcümə olunubsa onları oxuyum. Gözəl heykəllərin bir gücü də məhz bundan ibarətdir. Daş olsalar da, mərmər olsalar da, tunc olsalar da dil açıb danışa bilirlər. İnsanla həmsöhbət olmağı bacarırlar. Yirminci əsrin ilk 10 illiklərində şairlərin, ədiblərin, tarixdə qalan böyük şəxsiyyətlərin
doğum tarixlərindən, yuvarlaq doğum ildönümlərindən daha əvvəl onların yuvarlaq vəfat tarixlərini qeyd etmək ənənəsi varmış. Əlbəttə, bunda müəyyən məntiq vardı. İnsan dünyaya gələndə hələ bir sualdır. Böyüyəcək, kim olacaq, dünyada hansı izlər qoyacaq, hansı adı qazanacaq. Ancaq ömür bitəndən, yol tamamlanandan sonra mənzərə aydındır, göz qabağındadır. Bir insanın tarixdə qalmağının hekayəti ömür başa çatandan sonra bütövləşir. 1928-ci ildə də Azərbaycanda böyük Mirzə Fətəli Axundzadənin növbəti yubileyini keçirmək qət edilmişdi. Vəfatının 50 illiyi ilə əlaqədar silsilə tədbirlər nəzərdə tutulurdu. Azərbaycan Xalq Maarif Komissarlığı bununla bağlı xüsusi qərar qəbul edir. Oradakı ən mühüm maddələrdən biri bundan ibarət idi ki, Bakıda ilk dəfə olaraq Mirzə Fətəli Axundzadəyə bir abidə ucaldılsın. Həmin abidənin yerləşəcəyi meydana da məhz Mirzə Fətəlinin adı verilsin. Abidəni hazırlamaq Azərbaycan heykəltaraşlıq tarixində silinməz izlər qoymuş Pinxoz Sapsaya tapşırılır. Çox qısa bir müddətdən sonra, lap çoxdan artıq Bakının ayrılmaz rəmzlərindən birinə çevrilmiş Mirzə Fətəli Axundzadə abidəsi Mirzə Fətəlinin adını daşıyan bağda öz yerini tutur. Bu hadisə 1930-cu ildə baş vermişdi və əslində həmin abidə Bakı şəhərində bir ədibə ucaldılan ikinci böyük abidə idi. Birincisi Sabirin 1922-ci ildə Keylixiz tərəfindən hazırlanmış heykəli, ikincisi də bu. Amma sənətkarlıq nöqteyi nəzərindən əlbəttə ki, Keylixizin hazırladığı birinci Sabir abidəsi ilə Sapsayın hazırladığı Mirzə Fətəli Axundzadə abidəsinin arasında yer-göy fərq var. Sapsayın Mirzə Fətəlisi 10 illər ötüncə dünya heykəltaraşlığındakı ən əhəmiyyətli və dəyərli istiqamətlərdən birinə çevriləcək Azərbaycan heykəltaraşlığının yeni zamanlardakı ilk ən böyük uğurlarından biri hesab edilməlidir. Nizami Gəncəvi Muzeyi Mirzə Fətəlinin ikinci evi idi. Səbəbsiz deyil ki, 1940-cı illərin əvvəllərində eyvanda sıralanacaq 6 heykəldən birinin ki, məhz Mirzə Fətəli olaraq düşünülmüşdü. Ondan sonra da həm Bakıda, həm Azərbaycanın müxtəlif yerlərində Mirzə Fətəliyə layiqli abidələr ucaldılıb. Əlbəttə ki, məhz belə də gərək ola. Azərbaycan insanının Mirzə Fətəli Axundzadəyə həmişə borcu var. Yeni Azərbaycanın, Azərbaycandakı yeni düşüncənin, yeni zövqün yaranmasında Mirzə Fətəlinin müstəsna xidmətləri var. Yalnız təməlini qoyduğu dramaturgiyamızla, yaratdığı pyesləri ilə deyil, qələmindən çıxan hər bir əsəri ilə bu millətin şəkillənməsi üçün Mirzə Fətəli Axundzadə böyük zəhmətlər çəkir. O, xalqını yeni zamana hazırlayan memarlardan olub. Və əlbəttə ki, belə bir şəxsiyyət abidələşərək öz xalqına dönə-dönə qayıtmalıdır. Nizami Muzeyi isə Mirzə Fətəli Axundzadə üçün həmişə doğma olub. Tiflisdə bir zamanlar Mirzə Fətəlinin yaşadığı ev qalmaqdadır. Həmin mülk budur. İndi orada da Mirzə Fətəlinin ev muzeyi var. Ancaq o böyük mütəfəkkirin əsas evi məhz buradır. Arkasında oturduğu masadan, yazdığı qələmdən, baxdığı güzgüdən, çaldığı tardan tutmuş, oxuduğu kitablaracan çox şeylər buradadır. Onların hər birində canlı Mirzə Fətəlinin nəfəsi, hərarəti yaşamaqdadır. Ancaq düşünürəm ki, bizim parlaq heykəltaraşlarımız olmuş İlcan Şamilov və Əhməd Salikovun hazırladığı bu Mirzə Fətəli abidəsi də bütün Mirzə Fətəli abidələri içərisində ən gözəllərdəndir. Çünki bu abidədə də Mirzə Fətəlinin canlı ruhu yaşamaqdadır. Bu büst mərmərdən hazırlanıb. Mərmər soyuq bir daşdır. Ancaq bu abidəni elə istedadla, elə məhəbbətlə yaradıblar ki, qarşısında dayananda sanki soyuq mərmər də istilənir. Mirzə Fətəli canlanır və sənin həmsöhbətinə çevrilir. Müasir, yeni zamana uyğun, özündə şərqlə qərbi birləşdirən Azərbaycan üçün biz minnətdar olduğumuz insanlar sırasında Mirzə Fətəli ilə yanaşı həmişə
Həsən bəy Zərdabinin də adını çəkməliyik. Həsən bəy Zərdabinin xidməti yalnız ondan ibarət deyil ki, Azərbaycan mətbuatının təməlini qoyub 1875-ci ildə əkinçini yaradıb. Azərbaycan teatrının başlanğıcı üçün də Həsən bəy Zərdabiyə minnətdarıq, mədəni həyatımızdakı çox yüksəlişlərin də təməlində dayanan bu əzəmətli kişidir. Həsən bəy Zərdabinin özünün vəsiyyəti vardı. O vəsiyyətdə də bir abidə çaları var. Ancaq həmin abidə kədər abidəsidir. Həsən bəy Zərdabi ömrü boyu millət naminə çox faydalı işlər gördü. Ancaq təriflər əvəzinə, sağollar yerinə çox zaman müqavimətlərlə, hətta təhqirlərlə, söyüşlərlə, həmlələrlə qarşılaşdı. Hər kəs kimi o da insan idi. Bütün bunları qulaq ardına vura bilməzdi. Həssas bir insan olaraq təbii ki, bunlara laqeyd qala bilməzdi. Bu həmlələrin hər biri öz acıları ilə onun içərisindən keçirdi və göynəkli izini də qoymaya bilməzdi. Ona görə də vəsiyyət kimi səslənən bir sözü vardı. İstəyirdi ki, ata-baba yurdunda, doğma Zərdabında, Zərdabın girəcəyində bir daş qoyulsun. O daşın üstündə də gördüyü hansısa işləri tərənnüm eləyən, vəsf eləyən hansısa kəlmələr yazılmasın. Əleyhinə vaxtı ilə nadanların, qara güruhun söylədiyi, yazdığı tikanlı, həqarətli kəlmələr həkk edilsin. Bütün bunlar gələcək insanlara yadigar qalsın ki, Həsən bəy Zərdabinin millətə xeyir işləri görürkən hansı bəlalardan, hansı aşırımlardan adladığını gələcək nəsillər görsünlər. Və Həsən bəy Zərdabinin bu arzusu da yerinə yetib. Onun zamanında söylədiyi bu fikirlər elə Zərdabın girəcəyində qoyulmuş bir daşın üstündə əksini tapıb. Ancaq Həsən bəy Zərdabi o böyük şəxsiyyətdir ki, gərək həmişə millətinin gözünün qarşısında olsun. Əlbəttə ki, vaxtaşırı ondan qalan irsi vərəqləyirik, haqqında yazılanları oxuyuruq. Bunların hərəsi özünə görə bir abidədir. Ancaq Həsən bəy Zərdabi elə uca şəxsiyyətdir ki, millətin hər sıra nəfəri gərək onu ən əzizi, ən doğması kimi yaxından tanıya. Həsən bəy Zərdabi Fəxri Xiyabanda uyuyur. Yaşadığı çətin ömür kimi layiq olduğu bir məzarlıqda, ruhdaşlarının arasında nəhayət ki, dincilik tapması da asan olmayıb. Həsən bəy Zərdabinin sümükləri də o məzarlığa illərcə sərgərdanlıqdan sonra gəlib çıxıb. Ona görə də bu böyük şəxsiyyət qarşısında hələ borclarımız çoxdur. Fəxri Xiyabanda məzarının üstündəki heykəli, içəri şəhərdə köhnə ensiklopediya binasının qarşısındakı abidəsi az insana görünür. Həsən bəy Zərdabi isə ona layiqdir ki, insanların tez-tez keçdiyi göz qabağında olduğu bir məkanda heykəli ucalsın. Günü gələcək, Azərbaycan bu borcunu da yerinə yetirəcək. Amma 1961-ci ildən bu heykəl buradadır. Həsən bəy Zərdabini bütün möhtəşəmliyi ilə əks elətdirən abidə. Bunu da elə Mirzə Fətəlinin abidəsi kimi Elcan Şamilovla Əhməd Salikov hazırlayıblar. Düşüncələrə qərq olmuş müdrik Həsən bəy Zərdabinin gözləri yol çəkir. O gözlər sabaha tikilib. Gözləri yol çəkmək dilimizin köhnə məcazi ifadələrindən biridir. Xəyala dalmaq, donub qalmaq və buna bənzər məna açalarlarında işlənir. Ancaq Həsən bəy Zərdabini düşünürkən gözləri yol çəkmək ifadəsini elə mən sözün birbaşa mənasında düşünürəm. Həsən bəy Zərdabi yol çəkən idi. Millətinin bugünündən gələcəyinə yol çəkən böyük mütəfəkkir. Sabahlar içərisində millətinin rahat addımlaya bilməsi üçün nur dolu maarif yolu çəkən böyük şəxsiyyət. Xurşudbanu Natəvan, Günəş xanım Natəvan şeirləri ilə onsuz da çoxdan heykəlləşib. Ancaq Azərbaycan heykəltaraşlığının diqqəti də həmişə Natəvanda olub. Bakının təm mərkəzində elə şairənin adını daşıyan meydanda böyük heykəltaraşımız Ömər Eldarovun yaratdığı abidəni hər kəs görüb. Bu, həmin heykəldir. Nizami Muzeyində də onun eynisi var. Ancaq Nizami Muzeyinin eyvanında hələ 40-cı illərin əvvəllərindən ucaldılmış Azərbaycandakı ilk Natəvan heykəli də var. Heykəltaraş Tripolskayanın yaratdığı abidə.
zamanında çiçəklənməsi, rövnəqlənməsi üçün çox zəhmətlər çəkdiyi Şuşada da Xurşudbanu Natəvanın büstü ucaldılmışdı. Həyat Abdullayevanın yaratdığı o heykəlində macəralı taleyi olub. Elə Xurşudbanu Natəvanın özünün ömür yolu kimi enişli yoxuşlu bir tali. Qarabağ müharibəsi zamanı güllələrə tuş olanlardan biri də Xurşudbanu Natəvan idi. Natəvanın həmin abidəsinin köksünü də düşmən güllələri dəlmişdi. Bugün Natəvanın həmin yaralı abidəsi yaraları sağaldılaraq yenə Şuşadadır, yenə insanlarla üz-üzədir. Ancaq arada ötən müddətdə Natəvanın başqa heykəl surətləri də yaradılıb. Onlardan birinin müəllifi bizim unudulmaz heykəltaraşımız Münəvvər Rızayeva idi. Ancaq Natəvanın bir heykəl də var ki, onun haqqında az insan xəbərdardır. O heykəl yalnız Nizami Muzeyindədir. Ancaq bizim arzumuz həmin heykəlin gələcəyi ilə bağlıdır. Böyük fransız yazıcısı Alexander Dumas 1858-ci ildə növbəti dəfə səyahətə çıxmaq qərarı verdi. Həmin ilin ortalarında əvvəlcə Moskvaya gəldi, sonra Saratova getdi, gəldi Dərbəndə çıxdı və nəhayət ki, bir çox şəhərlərdə olandan sonra yetişdi Azərbaycana. Azərbaycanda Şamaxıya baş çəkdi, Şəkidə oldu və günlərin birində artıq Bakıdaydı. 1858-1859-cu illərdəki həmin səfərindən sonra Alexander Dumas növbəti kitablarından birini yazacaq, Qafqaz səfəri. Gördükləri, müşahidə etdikləri onun usta qələmi ilə həmin kitabda əks elətdiriləcək. Və Qafqaz səfəri kitabının içərisində Xurşudbanu Natəvanla bağlı da sətirlər var. Bakıda olduğu müddətdə Alexander Dumas Xurşudbanu Natəvanla, onun əri Knyaz Xasayxan Usmiyevlə görüşmüşdü. Xurşudbanu Natəvanın uşaqlarını görmüşdü. Onların haqqında da həmin o Qafqaz səfəri kitabında sətirlər qalmaqdadır. Alexander Dumas'da bu ailə ilə görüşü son dərəcə dərin təəssüratlar buraxmışdı. Bu haqda onun heyran sətirləri həmin Qafqaz səfəri kitabında da əks olunub. Xurşudbanu Natəvan yalnız şair deyildi, həm rəssam idi, ondan bir gül dəftəri qalıb ki, içərisində sıra-sıra rəsmləri var. Natəvan həm də çox gözəl əl qabiliyyəti olan bir nəqqaş idi. Onun bir-birindən gözəl tikmələri də şeirləri kimi bizlərə yadigar qalan incilərdir. Və Xurşudbanu Natəvan həmin görüşləri əsnasında öz əl işlərindən də Alexander Dumas'a hədiyyələr edir. Alexander Dumas da bu ailə ilə görüşə əliboş gəlməmişdi. Natəvan xanıma fiqurları fil sümüyündən hazırlanmış bir şahmat taxtası hədiyyə eləyir. İllər ötdükcə o şahmat taxtası da, o fiqurların çoxu da itə-bata düşüb. Gəlib çatan soraqlara görə bəzi ailələrdə həmin fiqurlardan biri, ikisi, üçü qalmaqdadır. Ancaq o şahmat daşlarından 4'ü Nizami Muzeyində Xurşudbanu Natəvanın digər yadigarları ilə yanaşıdır. Xurşudbanu Natəvanı biz tanıyırıq, sevirik. Onun şeirləri dünyanın bir sıra dillərinə çevrilib. Rusçaya tərcümə olunub, İngiliscə var, Fransızca var, Almanca var. Zaman keçəcək bir sıra başqa dillərə də çevriləcək. Ancaq hələ Natəvanı biz dünyada, dünyanın tanıya biləcəyi bir şair kimi şöhrətləndirə bilməmişik. Ancaq buna imkan var. O imkanın da müqəddiməsini Alexander Dumas qoyub. Həmin o Qafqaz səfəri əsərində Natəvan haqqında yazdığı sətirlər əslində bu şairəni dünyaya təqdim eləmək üçün bir meydandır. Alexander Dumas Natəvanı görüncə valeh olmuşdu. Onun ağılına, zəkasının üstünlüyünə. Şərq, müsəlman qadını haqqında düşüncələr Avropada bir başqa cürə idi axı. Ancaq Alexander Dumas oturmuşdu Natəvanla qarşı-qarşıya söhbət eləyirdilər. Görürdü ki, bəli, onun geyimi, keçimi əsl şərq qadınının geyim-keçimidir. Avropalı xanımların geyim-keçiminə bənzəmir. Ancaq o danışırdı, mülahizələrini bölüşürdü və Alexander Dumas görürdü ki, onun qarşısında dayanan çox müasir bir insandır. Baxışları ilə, ayrı-ayrı hadisələrə münasibətləri ilə elə gördüyü mütərəqqi Avropa qadınlarından seçilməyən bir yaradıcı insan. Və bildiyimiz bu təəssüratlar məndə illər öncə bir arzu yaratdı. İstədim ki, Alexander Dumas ilə Natəvanın bir heykəli olsun və o heykəl də Parisdə ucaldılsın. Həm də mən bu arzuya düşəndə hələ Qarabağ müharibəsi davam etməkdəydi, torpaqlarımız işğal altındaydı.
İndi də köhnəlməyən o arzuda məqsəd bundan ibarət idi ki, Parisdə hansısa küçədə, hansısa meydanda onların qoşa heykəli olsun. Aleksandr Dumanın surəti Avropa insanına yaxşı tanışdı. Heç həmin heykəlin üstündə yazılmasa da ki, bu Aleksandr Dumadır, gəndən biləcəkdilər ki, Aleksandr Dumadır, yaxınlaşacaqdılar və maraqlanacaqdılar ki, bu Aleksandr Dumanın yanındakı kimdir? Onu da düşünmüşdük ki, o heykəlin postament hissəsində Aleksandr Dumanın Qafqaz səfərindən, Natavanın həyatından, onların görüşlərindən hansısa epizodlar əksini tapsın. Heykəlin özündə isə masa arxasında yanaşı oturublar. Bir tərəfdə Aleksandr Duma, bir tərəfdə Natavan şahmat taxtası arxasındadılar. Bu niyyətimi və həmin heykəli necə gördüyümü unudulmaz heykəltaraşımız, əziz dostum Akif Əsgərova danışdım. Çox qısa müddətdən sonra o həmin abidəni hazırladı. O heykəli bir neçə nüsxədə tuncdan tökdürdük. Birini gətirdim, qoydum Nizami Muzeyinə. Digərini isə yüksək məqamlara çatdırdıq ki, Parisdə hansısa rəsmi görüşlər zamanı Fransa paytaxtının böyüklərinə hədiyyə etsinlər. Və bunu da söyləsinlər ki, Azərbaycan bu abidəni onların ayıracağı yerdə qoymağa hazırdır. Abidənin bir tərəfində Aleksandr Dumanın adı, o biri tərəfində Qarabağın son xanı Mehdiqulu xanın qızı, şairə Xurşudbanu Natavanın adı. Heç bir izahatsız belə Natavanın bu cür təqdimatı artıq çox şey deyir. Bunun özündə bir ayrı siyasət var. Amma digər tərəfdən Xurşudbanu Natavan orada həm Qarabağı, həm Azərbaycanı, həm də bizim qadınımızın böyük istedadını təmsil edəcəkdir, dünyaya tanıdacaqdır. O heykəl çoxdan gerçəkləşib, buradadır, göz qabağındadır. Dünyanın neçə ölkəsindən gələn insanlar görüblər və Parisdən, Fransadan bura dönə-dönə müxtəlif nümayəndə heyətlər gəlib, onlara da göstərmişik. Baxıblar, maraqlanıblar, təfərrüatları bilincə son dərəcə məmnun qalıblar. Və ümid eləyirəm, sadəcə ümid eləmirəm, həm də çox inanıram ki, günü gələcək, bu kiçik heykəl böyüyəcək. Elə olduğu kimi Parisin gözəl meydanlarından birində yüksələcək. Yüksələcək və orada Fransanın, dünyanın böyük nasiri Aleksandr Duma ilə yanaşı Azərbaycanın Xurşud banusu, Günəş xanımı Natavan da vətənini, xalqını sevdirmək, daha yaxşı tanıtdırmaq yolundakı böyük missiyasını davam etdirəcək. Mirzə Ələkbər Sabir dindirir əsir bizi, dinməyiriz, açılan toplara diksinməyiriz deyirdi. Dinməyiriz deyəndə, yeni əsrin çağırışlarına cavab vermirik söyləyəndə əlbəttə ki, özünü, məsləkdaşlarını nəzərdə tutmurdu. O qüvvələri nəzərdə tuturdu ki, onlar vaxtın ayağından yapışıblar, zamanın özünü geri çəkmək istəyirlər. Millət isə sabaha getmək əzmində idi və bu addımları atmağa borçluydu. Ona görə də həm Mirzə Cəlil, həm Ömər Faiq Nemanzadə, həm Mirzə Ələkbər Sabir və onların neçə-neçə başqa məslək, əqidə, ruh qardaşları bu yolda səfərbər idilər. 20-ci yüzil başlanırdı. Bu, sadəcə başlanan təzə əsr demək deyildi. Bu, həm də yeni açılan səhifə idi, ayrı bir zaman demək idi. O üfüqlərə qanatlana bilmək üçün ayrı uçuş sürətləri lazım idi. Mirzə Cəlil, onun əqidə, qələm qardaşları, yurdu, milləti həmin o böyük sabahlara kökləmək yolunda mübarizələr aparırdılar. Mirzə Cəlil Molla Nəsrəddini yaratdı və sizi deyib gəlmişəm, mənim müsəlman qardaşlarım dedi. Elə bir jurnal buraxdı ki, onun əks sədası Qafqazlardan tutmuş Orta Asiyaya, Orta Asiyadan Hindistana qədər yayıldı. Mirzə Cəlil və məsləkdaşları özlərini yalnız vətən qarşısında deyil, bütün şərq qarşısında məsuliyyətli sayırdılar. Ona görə də Mirzə Cəlilin yaratdığı bu dərgi də və o dərgidə dərc olunan hər rəsmdə, hər şiirdə, Mirzə Cəlilin özünün qələmindən çıxan hər yazıda, Sabirin yazdığı hər təzə şiir də əslində ayrı bir heykəl idi. Bunların hər biri yeni zamanın abidələri idi. Əlbəttə, nə Mirzə Cəlil, nə onun ətrafındakı məsləkdaşları münəccimlər idilər. O, fırtınalı, çalxantılı günlərin içərisində sabahları görmək çətin idi. Aqibətlərinin necə olacağını, həyatlarının gələcək içərisində necə davam edəcəyini təsəvvür etmək bir çətin sual idi. Çox zaman elə döngələrdən, elə dönüşlərdən keçməli olurdular ki, həmin dövrdən salamat qurtarmağın özü belə müşkilə çevrilirdi.
Ancaq onlar gördükləri bütün məhrumiyyətlərə, rastlaşdıkları bütün sarsıntılara rəğmən xoşbəxt insanlar idilər. Bəxtiyar idilər ona görə ki, əməkləri bihudə uçub getmədi, bəhrə verdi. Xalqımız, yurdumuz hansı səviyyələrdəsə, onların arzuladıkları ucalıqlara yetişdisə, bu onların elə əməklərinin bəhrə verməsi idi. O əməklərin millət yolundakı o fədakarlıqlara mükafatı söz yox ki olmalıydı. Həmin mükafat onların qazandıqları əbədi xalq sevgisidir. Həmin mükafat həm də bu abidələrdir. Sözləri ilə elə sağkən heykəlləşmiş o insanlar artıq sonralar abidələrə çevrilərək də millətlə yanaşı yaşamaqda davam edirlər. Mirzə Cəlil ilə Mirzə Ələkbər Sabir iki məslək qardaşı idi. Onların ayrı-ayrılıqda abidələrini yaradıblar. Azərbaycanın müxtəlif yerlərində var və bu söz məbədimizdə, onların hamısının ortaq yuvası olan bu məkanda da. Ancaq böyük heykəltaraşımız Ömər Eldarov günlərin birində o iki məslək qardaşını bir abidədə qovuşdurdu. Mirzə Cəlil ilə Sabir yanaşıdır. Onların yanaşılığı, birgə olmaqlıqları ömür sürdükləri günlərdə, illərdə də vardı. Həyatdan getdikləri zamanda da yenə davam etməkdədir. Elə bu heykəl onların birgəliyinin, yanaşı olmaqlıqlarının, məslək qardaşlığının çox gözəl bir rəmzidir. Sovet cəza orqanlarının 1920-ci illərdə, 1937-38-ci ilin tutatutlarında xalq düşməni damğası vurduqlarının üstündən bu ləkə xeyli sonralar 1956-cı ildə bəraətlər mövsümündən sonra asta-asta götürülməyə başladı. Ancaq elə adlar vardı ki, nəfəsi gedib gəldikcə, Sovet dövləti var olduqca onları bağışlamadı. Yalnız 1991-ci ildən Sovetlər Birliyi çöktükdən, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Sovetin var olduğu 10 illər boyunca üstündə xalq düşməni damğası qalmış bir çox millət fədailərinin bəraəti mövsümü də yetişdi. O insanları Sovet siyasəti niyə görə sonacan düşmən hesab eləyirdi, bağışlamaq istəmirdi? Bunlar o şəxslər idilər ki, Azərbaycan istiqlalı yolunda çalışmışdılar. Azərbaycan müstəqil dövlətinin quruculuğu yolunda xidmətləri olmuşdu. Sovet siyasəti Azərbaycanın o şəxsiyyətlərini bağışlamamışdı. Sona qədər xalq düşməni, dövlət düşməni cərgəsində saxlamışdı ki, o insanlar zamanında Cumhuriyyət quruculuğunda iştirak eləmişdilər. O insanlar Sovetin siyasətinə, əsaslarına qarşı mübarizələr aparmışdılar. Ona görə də Sovet bunları axıracan düşmən saydı. Onlardan biri də böyük Firidun bəy Köçərli idi. O Firidun bəy Köçərli ki, onun adı Azərbaycan Cumhuriyyəti ilə, istiqlalımızla lap təməldən bağlıdır. İstiqlal bəyannaməsini qəbul edənlərdən biri Firidun bəy Köçərli olmuşdu. Ona görə də belə insanlara Sovet rəhm eləyə bilməzdi. 1920-ci ildə elə Azərbaycana qədəmini basınca bolşeviklərin ilk məhv etdiklərindən biri Firidun bəy Köçərli olmuşdu. Ancaq ən əcayibi, ən heyrətlisi budur ki, və mən bunu bilincə son dərəcə təəccübləndim. Firidun bəy Köçərlinin üstündən o xalq düşməni damğası hətta 1991-ci ildə o kütləvi bəraətlər əsnasında götürülməmişdi. Əlbəttə, bu sadəcə diqqətsizliyin nəticəsi idi. Adətən o bəraət vermə, təmizlə çıxarma gedişatı belə baş verir ki, ailədən, nəsildən kimsə ərizə ilə müraciət eləyir, onun əsasında da araşdırmalara başlanır və müəyyən sənədlər toplanaraq qərar çıxardılır. Firidun bəy Köçərlidən ötürü isə ərizə yazan, müraciət eləyən olmamışdı, o yaddan çıxıb qalmışdı. Əlbəttə, bu sırf bir formal iş idi. Nəinki Azərbaycan müstəqilliyini bərpa eləyəndən sonra, artıq 1960-70-ci illərdən etibarən o digər bəraət alanlarla yanaşı Firidun bəy Köçərli də qayıtmışdı. Onun da kitabları buraxılırdı, haqqında əsərlər yazılırdı, məqalələr dərc edilirdi. Ancaq rəsmiyyətdə onun üstündə o cəza və o ləkə qalmaqda davam eləyirmiş. Ona görə də böyük tarix naminə, hətta kağızda belə o ləkə qalmasın deyə mən ötən il ərizə yazdım və bu məsələ həllini tapdı. Firidun bəy Köçərli Azərbaycan tarixinin ən nadir insanlarından biridir.
Bu milletin bel sütunu sayılan insanlarından biridir. Məsələ ona görə də Sovet onu ən qəddar düşmənlərindən hesab edilmiş. Ancaq Firidun bəy Köçərlinin yaratdıqlarıyla, bu millət üçün etdikləriyle özünə yaptığı abidə elə ucadır ki, bütün gələcəklər içərisindən ən ucalarda görünəcək. Və Firidun bəy Köçərli o müstəsnalarımızdandır ki, onun da heykəli gərək həmişə insanlarımızın gözünün qabağında ola, ölkənin baş şəhərində, paytaxtımızda, gərək insanlar görələr və tanıyalar. Heykəllər yalnız ona görə deyil ki, o insanların şöhrətinin üstünə şöhrət gətirsin. Firidun bəy Köçərli və o qəbildən olan ulularımızın heykəllərinə, insanların abidə olaraq gözlərinin qabağında daim var olmasına ehtiyac ona görədir ki, insanlarımız tanısınlar, yeni nəsillər bilsinlər ki, babaları kimdir. Böyük heykəltaraşımız Cəlal Qaryağdı'nın yaratdığı Firidun bəy Köçərli abidəsi söz məbədimizdə, Firidun bəy Köçərli üçün ən doğma olan məkandadır. İndi Qazaxda vaxtı ilə həyatını da təhlükə altında qoyaraq, qəhrəmanlıq göstərərək yaratdığı Qazax müəllimlər seminariyasının qarşısında Firidun bəy Köçərli Badi Səbası ilə bir yerdədir. O gözəl abidəni Görüş Babayev yaradıb. Firidun bəy Köçərli o nadir şəxsiyyətlərimizdəndir ki, Qazaxda da, Azərbaycanın digər guşələrində də onun abidəsinin mütləq yeri var. Ancaq arzu budur ki, günlərin birində Firidun bəy Köçərli bizə Bakı küçələrindən də salam versin. Vətənimdir, 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 vətənim. Vətənimdir, 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 vətənim.